Şu. Qurudularkən göbələk öz kütləsinin 85%-ni itirir. 85%-ni itirirsə nə qədər qalır? 100-dən 85 çıxaq. Mən 15% qalır. Deyir, nə qədər təzə göbələk götürmək lazımdır ki, 24 kiloqram qurumuş göbələk alınsın. Yəni 24 kiloqram axırda qalsın. Bu 24 kiloqram elə sənin 15%-indir. 15% də qalandır. Elə o qədər kütlə götürməlisən ki, axırda da 24 kiloqram qalsın. Hər ikisi qalan hissəni göstərir. 24 kiloqram 15% isə 100%-i çıxılır. Çarpaz vuraq. 5x bərabərdir. 24 vurulsun 100. Bir dəfə 90-ın içində 6 dəfə 160. 160 demək 160 kiloqram götürməliymiş. Sonra düyü məsələsidir. O eynidir. Məsələn 5-ə bax, 4-ə bax. Deyir 40% satıldı əvvəlcə. 100-dən 40-ı çıxıram. Nə qədər qalır? 60% qalır. Sonra qalan ərzağın 50%-i götürüb 60-dan 50 çıxma. Qalanın 50%-i, 60-ın 50%-ni tap, sonra çıx. 30 eləyəcək. 60-ın 50%. 60-dan 30-u çıx indi. Axırda 30% qaldı. Deyir nə qədər satıldı? 100-dən 30-u çıxaram. 70% satılıb. Beş. Əmtənin qiyməti 40% artırıldı, sonra yeni qiymət 40% azaldıldı. 40% artırırımsa 100 götür, 100-ün üstünə 40 gəl. 140. Sonra 40% azaldığında 140-dan 40 çıxma. 140-dan 40 çıxma. 100-dən çıxır. Yox. 140-ın 40%-ni tap, sonra çıx. 140-ı düşürdürsən axı 40%. Nəyi düşürdürsənsə həmin ədədin 40%-ni tapıb çıxırsan. 56 edir. 140-dan indi 56 çıx. 84 edir. 100 ilə başlayıb 84-də bitirmisən. Düzdür? 100-dən 84 çıxır. 100-dən 84-ü çıxarım. 16% dəyişiklik oldu. Düşüş baş verdi. Aydındır? Bəli. Tamam. Sonra 5-dən sonra 8 eynidir. 9. 9 yox, onu yazın. 9 çünki rahat rəqəm edir. Kəndəki suyun 30%-i buxarlandıqdan sonra qalan suyu neçə faiz artırmaq lazımdır ki, əvvəlki qədər su olsun. 30% buxarlanıbsa 100-dən 30 çıxıram. 70% su qalır. Sonra da bu 70%-i təzədən qaldır. O qədər su tökü təzədən eyni vəziyyətə qayıtsın. 70%-ni tapıraq onun. Yox. Oxumadım. Fikirləş ki, 100-dən 30 çıxdın 70 elədi. İndi 70-dən 100-ə qayıtmaq üçün nə qədər? 30. Neçə vaid artmalısan? 30% Artmalı. üzərinə gəlməlisən. Ancaq bu yoxlamalısan ki, bu 30 hesablamalısan ki, 30 70-in neçə faizidir? Yəni birbaşa 30 deyənmirsən. 25. 300-ü bölsən 7-yə 4 dəfə düşür. 20-in içində 2 dəfə 7-də 6. Bu variant. 11, 12 tək sualdır. Milyon. Maya dəyəri ərzində milyon deyil. 16, 17. 17 fərq. Onlar yazar 17-ni dənə. Çünki o belə bir dənə deyil. Yazanmasan belə gəlir gəlsin izah edirəm. Sadəcə özün də fikirləş. Duzluluğu 20% olan 30 litr məhlulların qarışdırılmasıdır bu. Və 30% 20 litr. Qarışdırılanda nə edirsən? Hərəsinin öz faizini öz litrinə vurub toplayırsan. Aşağıda da 30 litr, üstə gəl 20 litr. Aşağıda da litrləri toplayırsan. Olur sənin məhlulların qarışdırılması. 600, 600, aşağıda 50.
600, 600, 1200. Bir yine biri gitti kaldı 24 faiz. Eləyə bilərəm. 19. Təyinlər sistemi yadındadırsa 19 hesablarsın. Birinci bağlamadakı kitabların 6 faizi, ikincisindeki 30 faizi ana dil dərsliklərdir. Bax ki, birinci bağlamada x sayda kitab var. İkinci bağlamada y sayda kitab var. 36 faizi biz çevirək onluq kəsirə. 6'nı bölək 100'ə 0,6. 30 faizi ilə çevirim. 30'u bölüm 100'ə 0,3. Bu da 0,106 eləyir yadımda olsun. 20 faizi çevirim. Yox, 20 faiz çevirməyəcəm. Deyir ki, birinci bağlamadakı kitabın 6 faizi ana dilidir. Burada 0,06x Azərbaycan dili var. İkinci bağlamanın 30 faizi 0,13 yeri Azərbaycan dili də buradadır. O pişi deyir ki, ikisində bir yerdə 120 kitabın 20 faizi Azərbaycan dilidir. 120'nin %20'sini hesablayaq. 12 demək ki, 24 ana dili. Ana dil dərsliyidir. Deməli, buradakı bu qədər ana dil dərsliyi var. İkinci bağlamada bu qədər Azərbaycan dili dərsliyi var. Bunların cəmi neçə bərabər olmalıdır? Ümumi Azərbaycan dili dərsliklərinin sayını. Bir də biz bilirik ki, birinci bağlamada x qədər, ikinci bağlamada y qədər. Bu bağlamaların hər ikisinin bir yerdə 120 dənə kitab var ikisində. Başa düşdün? Yəni. O pişi 120'dir, amma Azərbaycan dillər 24 dənədir. Təyinlər sistemi 120-dən 24 çıxarır. yox, təyinlər sistemə gedəcəm. Yuxarını 100'ə vururam. Tam %6'nı 100'ə vuranda 6x. Burada 32.400. Sadələşdirək. Hər tərəfin bölü 6'ya. X üstə gəl. 5y bərabərdir 400'ə. Mənfiyə vur hər tərəfi. İndi bu tənliklə bu tənliyi gətir yaz yan yana. X üstə gəl y bərabər 120'yə. Mənfi x çıx 5y bərabərdir mənfi 400'ə. Bu şey çəkdim onu. Toplayaq 6 oldu. Y-lə mənfi 5 oldu. Mənfi 4y. 120'dən 400 çıxanda 280. 280'i 4'ə bölək. 70. 70'i qoy yerinə. 70 üstə eləyirik. 120'dirsə, nə olur? 120'dən 70 çıx. Yeri 50 oldu. X ne oldu? Bu Y değildi. Y'yi de atmıştım 70. Bu X idi. Bu X idi. X idi. Baba 21'den bir tane kim görsen iyi. Öyle bir tane, iki tane. Deyir ki, Toplayacaqdı da. dairəvi diaqramda maşın dillərində deyir, sedan tipli maşınlar digər maşınlardan 40 ədəd çoxdur. Sedan tipli neçə faiz? 52 faiz. Sedan digər maşınlardan nə qədər çoxdur? 40 maşın. Sedan neçə faizdir? 52 faiz. Digərlərinin payına neçə faiz qalır? 48 faiz. 100'dən 52'ni çıxırsan da. Və yaxud da bunları top edib 18, 18, 12, 48 necə olur? Bərabərdir 40'a 4 faiz 40. Belə başa düş. Nəyinsə 4 faizi 40'dır. 40 faizi 4 olan da axtaraq. 4 faizi 40'dır. Tərsinə demək. 4 faizi 40 olan. 4 faizi 40'sı 100 faizi də x-dir. Tənasüb çarpaz olur. 4x bərabərdir 100 vurulsun 40. 4, 3 tane 0. X de oldu 1000. Cavab 1000'dir. Yox, yəni 1000 deyə artıq qoyduq. Truk 12 faizdir. 2000'in 12 faizini tapaq. Bunlar getdi, bunlar da getdi. 120 elədi. Çətin deyil.
22 eynidir. 23. Eyni məhsuldarlıqda işləyən 40 kombayn müəyyən sahəni 10 günə biçir. Kombaynların sayını 25% tutaq. Sahə neçə günə biçilər? Deməli, 40 kombayn 40 kombayn neçə günə? 10 günə biçir. 25% artıraq. 40-ın 25%-ni tapaq. %25 getdi. 4 dəfə 25 100 bölü 10 10 dənə. 10 kombayn artır. 40-ın üstünə 10 gəl 50 kombayn oldu. 50 kombayn neçə günə quturar? Tərs mütənasiblik. Tərs mütənasiblik qarşı-qarşıya vurularaq həll olunur. 40 vurulsun 10 bərabərdir 50 vurulsun x. 400 bərabərdir 50 x-ə 400 bölü 50 8-ə 25. 26. 480 ədədini elə iki hissəyə bölün ki, birinci hissənin 40%, ikinci hissənin 24%-nə bərabər olsun. Birinci hissənin 40%, birinci hissənin x götür. İkinci hissənin 24%. Bu yazılış budur. 40%-ni tapanda 40-a vur 100-ə böl, 24%-ni tapanda 54-ə vur 100-ə böl. Hər tərəfin 100-ə vur o məxrəcdən qurtulmaq üçün. Burası 100'e gelir. Ne oldu? 40x 24 y. Her birini böl 8'e 5x 3y. Yadınların natural adədlərdə belə şeyler deyilir. Bəli. X bərabərdir 3k, y bərabərdir 5k. Deyir, cəmi 480 olsun bu hissələrin. X'in yerine 3k koymuşam, y'nin yerine 5k. 8k beraber 480'e, k beraber 480'e bölü 8'e 60'a. Çözüm değil. Aynen. K 60 ise x da. X 3 vur k'dır. 3 vur 60. 180. Y de 5 vur 60'dır. 300. Cevap buradan açıqda 300. 2-dən cevap var. Bax gör nəyə sor şurada. Kiçik hissədə. Ha, işə sən götür. 28. Paltonun qiyməti 500 manat idi. Əvvəlcə 20 faiz, 20 qiymət sonra falan 20 manatdır. O 2 dəfə faiz hesablamaktan qurtulmaq istəyirsən. Faizlər Qurtulmasan daha yaxşı. Yox, elə dünya yox. 500'ün 20%'ni tap. 20% tap üstüne gələcək. Dədə baba oyuna gedək. 100 elədi. 500 üstüne gəlir. 600. Yeni qiyməti 30% artırdılar. 600'ün 30%'ni tapaq artıraq. 180. 600'ün üstüne gəlirəm 180. 700. Təzdən artırdılar. 780. Deyir, axırıncı qiyməti neçə manat? 780. Malın qiymətinə əvvəlcə 8%, sonra yeni qiymət 4 dəfə azaltdılar. 8% azalt, 100-dən 8 çıx, 100 başlı 100 götürəmişik. 92. Sonra 4 dəfə, 92'ni 4 dəfə azalt. 88. 23%, 4 dəfə. Ha, azalt. Bölürsən. 100 ilə başlayıb 23'də bitirmisən. Neçə faiz dəyişikliyi baş verib? 100-dən 23 çıx, 77% düşüyor. Bankdan əvvəlcə müdərin 40%-ni, sonra isə qalan müdərin 40%-ni. 32 yazdım. 32 eynidir. 33 biraz. Malın qiyməti 20% azaltdıqdan sonra 100-dən 20% çıxır. 80% qaldı. Sonra yeni qiyməti 15% azaltdılar. 80'dən 15 çıxma. 80'in 15%'ni tap, sonra 80'den çıx. Bundan bir 80 vur 15. 120 eləyəcək. 8. 120 eləyəcək. 120 bölü 10.
12. 12. 80'den 12 çıx. 68 68. faiz qalıb. Neylə başlamışdın? 100. 68-də bitirmisən. 168 çıx. Görün nə qədər dəyişiklik baş verib. 32 faiz düşüş olub. İndi bunun cavab kartını yazam da. 32 faiz. 32 yazsam bəs eləyir. Şərtdə sənə deyir. Neçə faiz azaldı. Onsuz da azaldı deyir 32 sənə. Azaldı yazılmış. sənə öyrədir. Sən bilən 32 yazsan bəs eləyir. Hə. Burada bəzən variantlar var ki, azalıb artır. Onu başa salmaq istəyirəm ki, 100 ilə başlayıb 68-ə bitirmirsən, azalmağı da onsuz tapıb. Sənə deməsə də özün tapa bilərsən. 34. Duz əlavə edəndə tənasüblə eləmək olmur məhlulun üzərinə. Amma su tökəndə tənasüblə eləmək olur. 400 qramın 15% tapaq. Görək nə qədər duz var içərisində. 60 qram duz var imiş. Məhlul 400 qramdırsa, onun 60 qramı duzdur. Üzərinə 25 qram duz əlavə edəndə duzun miqdarı artır. Duzun miqdarı artır, həmçinin məhlulun da miqdarı artır. Aldığım cavabı 100-ə vurum ki, neçə faizli olduğunu tapım. 85 bölünsün 425 inşallah bunun içində 5 dəfədir. 5 dəfədir. 100-ü bölüşə 5-ə 20. 20. Bu qədər sadə. Da bəsit. 37 çünki 36 eyni. Eyni deyil, bir dənədir də sənə qalsın. 6 ton 96 faizli. Burada su tökür. Su tökəndə tənasüb eləmək olur. Nə qədər su əlavə eləmək lazımdır ki, 6-nın üzərinə x qədər su əlavə eləməlisən ki, neçə faizli olsun? Çox az. 80 faizli olsun. İndi tərs mütənasiblik çünki su tökdükcə azalır. Düzdür? Qarşı-qarşıya vuraq. 6-nı vuraq 96-ya. 6 plus x-i 80-ə. Qarşı-qarşıya. 6 dəfə 96, 6 dəfə 6 36, 3 yadda. 6 dəfə 9 54, 3 yadda 57, 576. 6 plus x vur 80. 576-nı bölək 80-ə. 6 plus x bərabərdir 576 bölü 80. 6 plus x bərabər 570-in içində 80, 57-in içində 8, 56-da 7 dəfədir, 16-in içində 2 dəfədir. 80-ə bölürəm deyə 7,2. 6 üstə eksi 7,2 idisə 7,2-dən 6 çıxanda 1,2. Mən 1,2 litr su tökməlisən istəyirəm. Bu dəfə su tökəndə 6 plus x yazdım. Suyu buxarlandıranda nə yazacağım sən? Çıxır. 40-da. Yox 40-da yox 39-da. 250 qram 20 faiz. Neçə qram su buxarlandırmalısan? 25. 250-dən x çıxıram. 25 faizli məhlul alırsın. Qarşı-qarşıya vururam yenə.